Salam. Sağ olun, hoş geldiniz. Çok sağ olun. Uzaqdan gördüm, çok qəşəng oyuncaqlar var. Baxmaq istədim. Buyurun baxın. Hansını istəyirsiniz, götürün. Bu nə qəşəngdir belə? Bəs necə burada işləyirsiniz? Açığı anamın vəziyyəti yaxşı deyil. Onun üçün burada işləyirəm. Başa düşdüm. Allah şəfa versin. Çox sağ olun. Neçədir bu? Almaq istəyirəm. Heç neçəyə və ehtiyac yoxdur. Yo, elə şey olar. Neçədir? Yox, həqiqətən gərək yoxdur. Yo. Buyurun. Oldu, çox sağ olun. Siz də sağ olun. Canı yanmış nə gözəl idi. Kimə deyirsən, hə? Hə, düdü. Sən nə edirsən? Şirinlik edirsən? Sadəcə Nə mən salmısan? Cəmaatın qızına hədiyyə verirsən, özünü göstərsən sən burada. mənim işim odur, mən oyuncaq satıram. Sən bilirsən nə edirəm? Bildiyinə. İşdirsən məni? Əlinizi çəkin, normal. Çəkmirəm. Nə edirsən ki? Əlinizi çəkin. Çəkmirəm. Nə edəcəksən? Ağıllı ol. Hardan gəlsən az? Mağazada. Bu nədir belə? Hə? Oyuncaq da oradan aldım. Cəhənnəm ol düş qabağıma. Ne? Sən kimsən? Özünü nə hesab elirsən? Kim hesab elirsən? Sənə qardaşım deməyə utanıram. Əqəs! Nə olur ha? Nə eləmişəm, düz eləmişəm. Uşaq oyuncağı satanın birisidir. Mənim bacım onun üçün oyuncaqdır bəyəm. Getsin öz oyuncaqlarıyla oynasın. Sən necə adamsan? Sən heç bilirsən o niyə oyuncaq satır? Anasına görə, anasının əməliyyat pulunu yığmaq üçün. Pul sənin gözünü bürüyüb, ayağının altında görmürsən. Cəhənnəm oradan! Sibil. Anasının əməliyyatına pul tapmayan mənim uşağımın üstü edəcəyəm. Söyləyibsən. Nə lazımsa elə, arxada dayanmışam. İşte. Belə deyir. Sənə deyirəm ki, o məni işdən çıxarda bilməz. Biraz səbr edin. Götür də bu telefonu götür. Ya nə qədər səbr eləmək olar, bezmişəm artıq. Kimdir? Alo, eşidirəm. Alo Vüsal, hardasan? Atanı alıb pisləşib tez gəl. Xəstəxanaya aparırlar. Gəlirəm. Nəsə olur? Hə, bacı idi, atanı xəstəxanaya yerləşdiriblər. Mən getməliyim. Yaxşı. Az nə olub, nə zar yeyirsən? Bir saat nəsə olacaq. Heç də olmayacaq. Nə qədər pul lazımdır vermişik. Yaşayacaq.
Gördün, sənə demişdim ki, elə qız deyil. O elə bilirdi ki, mən adi bir satıcıyam. Yo, görürəm, çox xoşbəxtsən. Həqiqətən də dünyanın ən xoşbəxt insanıyam.